Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, maç 3-3, 5-5 hesabı ilə bitə bilər. Belə hesab gözlənilən idi, amma 3-0 üstünlüyü qoruya bilmədik. Rəqibin təcrübəsi son dəqiqələrdə həlledici oldu. Bu oyun bizim üçün dərsdir. 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız? Oyundan əvvəl bu nəticə normal görünə bilərdi. Lakin 3-0 hesabından sonra güzgüyə baxanda məyus olduğumuzu görürük. Bu maçda daha çox 2 xal itirdiyimizi düşünürəm və bundan nəticə çıxarmalıyıq. Köməkçilərinizdən biri Azərbaycan futbolunun əfsanələrindən sayılan Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etdi. Onu cəzalandırmağı düşünürsüz? Həmin epizodu oyuna kökləndiyim üçün görməmişdim. Sonradan baş verənləri öyrəndik və üzr istədik. Sabah klubu olaraq hörmət və fair play prinsiplərinə həmişə önəm veririk və belə hallara tolerant yanaşmırıq. Çempionluq uğrunda mübarizə aparan komanda 12 dəqiqəyə 3 qol buraxdı. Bunun səbəbini necə izah edə bilərsiniz? Komanda həmin anlarda oyuna tam köklənə bilmədi. Rəqibin təcrübəsi və təzyiqi öz təsirini göstərdi. Belə vəziyyətlərdə daha soyuqqanlı və düzgün oynamağı öyrənməliyik. Hesabı açan futbolçunun Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə əlaqədar idi? Bu taktiki deyil, məcburi dəyişiklik idi. Futbolçunun sağlamlıq problemi var idi və hətta start heyətində oynayıb oynamayacağı sual altındaydı. Risk etməmək üçün onu əvəzlədik. Son dəqiqələrdə baş hakimin qərarlarına iradlarınızı bildirdiniz. Sizcə hakim idarəçiliyi necə idi? Hakimlərin işi ilə bağlı qərar verən qurum var və məsuliyyət də onların üzərindədir. Hər kəs səhv edə bilər və ümid edirəm ki, səhvlər qəsdən olmayıb. Maç artıq bitdiyi üçün diqqətimizi öz komandamızın oyununa yönəltməliyik.